mədəniyyəti ilə seçilən Cəlilabada gəlmişik. Cəlilabad tamaşaçılarının görüşünə gəlmişik. Dahir Üzeyir Hacıbəylinin Arşın Malavan musiqili komediyasından onların qarşısında çıxış edəcək. İnanıram ki, bu tamaşamızda tamaşaçılar tərəfindən qəbul olunacaq, alqışlarla bizi yola salacaqlar. Buna tam əminəm. Arşın Malavan musiqi komediyasını çox gözəl canlandırdılar. Həqiqətən sanki özümü o dövrdəki kimi hiss elədim. Çox maraqlı və şən keçdi. Həqiqətən də həyatımın ən yadda qalan və gözəl günlərindən birinə çevrildi bu gün. Və bu tamaşa bizə dərin məna və gülüş kəsb etdi. Tamaşada yəni əsərin əsası çox səmimi, cəmiyyətin dəyərləri əks olunmuşdu. Həqiqətən də səhnə quruluşu və aktyorların ifası çox möhtəşəm idi. Mən çox sevinirəm ki, belə bir tamaşada iştirak etdiyim üçün və yaradıcı heyətə və aktyorlara da öz dərindən minnətdarımı bildirirəm ki, belə bir səhnə təşkil etdik. Nəinki Azərbaycanda, xarici ölkələrdə, bütün dünyada tanınmış bir tamaşadır. Bugün də Cəlilabad rayonunda və bu tamaşa həqiqətən də çox gözəl keçdi. Eyni zamanda orada iştirak edilən, xüsusən vurğulaya bilərəm, Telli və Vəli rolları daha da xoşa gələndir. Yəni, ümumi kollektiv çox gözəl təşkil edilib. Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzər xanıma və eyni zamanda Cəlilabad rayon mədəniyyət kollektivində öz təşəkkürü belə bir səhnəni ərsəyə gətirirlər. Bu günlər biz çox xoş orada istirahət elədik.